Salam, bu AutoCAD-dan bizim ikinci dərsimizdir. Bu dərsdə biz sınav parametrləri ilə işləməyi öyrənəcəyik. Açıq bu sınav parametrlərinin bəzi funksiyalar var, hansı ki onları mən də bilmirəm nədir, heç araşdırmamışam da. Amma daim istifadə etdiyim, daim mənə lazım olanları, hansı ki işimizə yarayır, onları göstərəcəm. Ümumiyyətlə belə bir anlayış yaradaq ki, sınav parametri nədir? Deməli biz tutalım polyline seçirik və xətti çəkirik. Xətti çəkib qurtardıqdan sonra istəyirik bunu boya-boy birləşdirək. İndi bəli, sözsüz buradan close eləsək birləşdirəcəyik, amma close-suz mən bunu burada tıklayıb birbaşa bunun üzərinə qoymaq istəyirəm. Və tutalım seçdim. Yaxınlaşdırıq, görürük ki, düz üzərinə oturmuyor. Və yaxud da bu nöqtəni bura perpendikulyar olaraq oturtturmaq istəyirəm, düpbədüz. Yəni bunları avtomatik tutan bir funksiya mövcuddur. Buna da snap settings deyirlər. Snap settings klaviaturada F3 vasitəsilə aktivləşdirilir. Aşağıda isə bu düymədir. Bu düymədir. F3 basdıqda o aktivləşir. Yəni bunu eləmək mümkündür. Snap settings'i aktivləşdirək. F3'ü tıklayırıq. Yanında ox işarəsini qaldırdıqda burada cürbəcür funksiyalar görürük. Bir sıra ilə aşağı düşək. Hansıları bilirəm, hansıları işlədirəm, onları sizə öyrədəcəm. İlk növbədə endpoint. Endpoint adından da göründüyü kimi yalnız bucaqları və başlanğıc və son nöqtələri götürür. Deməli, polyline seçirik. Yəni, görürsünüz, yaxınlaşdırdıqda artıq avtomatik başlanğıc hissəni götürür. Digər hissəyə yaxınlaşdıraq. Bu yaşıl artıq əmələ gəldikdə heç oraya yaxınlaşdırmaya ehtiyac yoxdur. Elə burada düyməni sıxsaq, avtomatik ora birləşdirəcək. Birləşdirdi ora. Yine birleştirdik. Enter. İkinci midpoint. Midpoint nədir? Mid mərkəz deməkdir. Mərkəz nöqtə. Demək bir polyline çəkirik. Bunu seçəndə bunun mərkəz nöqtəsi buradır. Deməli polyline. Şimdi bunu bunun mərkəzinə birləşdirik. Üçbucaq işarəsi gəldi. Bu mərkəzin işarəsidir. Artıq o üzərine yaxınlaşdığında avtomatik ora birləşdirir. Digər tərəfdə də başlanğıcına, bunun mərkəzinə, digərinin mərkəzinə, bunun kənarına, daha sonra burada var center. Center mərkəz. Mərkəzi tutmaq üçün. Polyline ilə məsələn çevrəyə yaxınlaşdırırıq. Bunu aktivləşdirmişik. Aktivləşdirməkdən çıxır. Aktivləşdirdik. Yoxdur. Çevrəyə artıq yaxınlaşdıranda çevrənin mərkəzində bu üstəgəl işarəsi əmələ gəlir. O yaşıl rəng alacaq. Avtomatik mərkəzi birləşdirdik. Daha sonra burada var geometrik center. Geometrik center nədir? Formasından, ölçülərindən asılı olmayaraq müxtəlif formada bir obyekt çəksək, tutalım belə bir cisimdir. Bunun birləşdirmə ekranı çıxır. Təsəvvür edək, bunu close elədik və belə bir bütöv obyekt əmələ gəldi. Geometrik center onun həndəsi mərkəzi adlanır. Baxın. Deməli, polyline yerini seçirəm. Artıq görürsünüz, həndəsi olaraq ağırlıq mərkəzi bura yönəlib. Bu mərkəz buradadır. Bu fiqurun həndəsi mərkəzi, ağırlıq mərkəzi burada yerləşir. Daha sonra burada node nöqtələri seçmək üçündür. Məsələn, eğer
ekranda bir neçə nöqtələr varsa, burada bilmirəm görsənir yoxsa yox. Nöqtələrlə işləməyə gələcək dərslərdə keçəcəyik. Sadəcə indi sınaqları başa salmaq üçün mən bunu eləməliyim. Bu bizim nöqtələrimizdir. Polline ilə nöqtələri tutmaq olmur. Ona görə gərək nodu aktivləşdirək. Nodu aktivləşdirdikdən sonra yaxınlaşanda avtomatik tutur. Nöqtələri də nod ilə seçin. Daha sonra burada var kvadrantlar. Kvadrant nədir? Çevrəni çəkək. Çevrəni seçəndə bunun 4 tərəfindəki bu nöqtələr, hansı ki çevrəni saxlayan dayaqlar deyək. Onları seçmək üçündür. Kvadratları aktivləşdirdik. Görürsünüz? Hop, yapışdı. Hop, 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 hop. Bu sınav bizim çox işimizi rahatlaşdırır və demək olar ki, bu sınavsız işləmək bu proqramda mümkün deyil. Yəni, proqramın əsas vacib xüsusiyyətlərindən biri də məhz bu sınav funksiyası. Intersection kəsişmədir. Kəsişmə nöqtələrini tutur. Məsələn, kəsişən nöqtədən bunu təpəyə bir xət çəkmək istəyirik. Yaxınlaşdırırıq. Hop. X işarəsi demək ki, kəsişən nöqtədir. Kəsişən hissədir. İki xətin kəsişməsi. Daha sonra burada var extension. Extension uzanmadır. Uzanma. Deməli, bura belə bir xət çəkək. Tutalım buradan bu nöqtəyə. Bu xəttin bura uzantısını görürsünüz, yaxınlaşdırdıq. Burada bir qədər saxlayandan sonra aşağı hərəkət etdirdikdə bu yaşıl əmələ gəlir. Gəlir, hop, bura. Və yaxud da bu xət boyunca uzadıb xət uzanmır, sadəcə o uzantısını ştrix xətlə göstərir. Daha sonra burada insertion var. Insertion bilmirəm nədir. Araşdırmamışam. Perpendikulyar 90 dərəcəli bucaq altında. Perpendikulyar işarəsi əmələ gəldi. Seçsiz perpendikulyar endirdi. Yəni buradan bunu ölçədə bilərsiniz. Dərəcə. Daha sonra burada başqa nə var? Tangens. Toxunan. Bu çevrəyə toxunan bir xət çəkmək üçün bu nöqtədən tutalım. İstənilən nöqtədən seçirik. Yaxınlaşdıranda artıq yaşıl işarə əmələ gəldi. Hop. Bu xət çevrəyə yeganə bir nöqtədə toxunur. O da son nöqtəsi. Daha sonra nearest nədir? Ümumilikdə nearest deməli hər hansı bir obyektin üzərində istənilən yerdə xəttin üzərini seçmək üçün istənilən yer. Yəni mərkəz olsun, bucaq olsun, bu fərq etməz. Sırf xəttin üzərini. Görürsünüz bu yaşıl. Yaşıl görürsünüz bütün xət boyunca gedir. Buradan keçəndə üç bucağa çevrilir. Mərkəzi çatmışıq bu demək. Seçdi. Close. Xəttin üzərində çəkmək üçün. Apparent intersection bilmirəm nədir. Bunu da araşdırmamışam. Paralel. Deməli, paralelin xüsusiyyəti odur ki, hər hansı bir xəttə paralel xət çəkir, amma burada belə bir nüans var. Yəni, bu deməli, bir şey nəzər almaq lazımdır ki, xət çəkirsinizsə, yəni xət buna paralel olacaqsa, gəlirsiniz, onun üstündə biraz saxlayırsınız. Burada nearest'i söndürək. Gəldiniz o, bir qədər saxladınız üstündə. Hop, bu işarəni görürsünüz ki, paralel xət əmələ gəldi. Gözlədiniz. Çəkəndə burada artıq görürsünüz, yaşıl işarə qaldı xəttin üstündə. Deməli, bu işarəni deyirəm. Bu əmələ gəldisə, deməli,
bu xətti qeyd elədi. Çəkəcəyimiz xətt ona paralel olur. Avtomatik tutur. Gördünüz? Tutalım ki, çəkdik indi buna tərəf. Buna tərəf çəkdik. Şimdi burada təsvir tutandan tutana orta knopkanı, mouse'un orta knopkasını 2 dəfə basandan sonra köhnə seçimi ləğv edir. Gətirdik bunun üstünə, biraz gözlədik, seçdik. Görürsünüz, paraleli avtomatik tutur. 2 dəfə mərkəz düyməni basırıq, yaşıl seçimi ləğv eləmək üçün yeni seçimə görə. Tutalım bu xətt. Əmələ gəldi seçim. Bax, tutdu. Görürsünüz, belə. Snap'ın indi burada bir şey də var. Bu xırda bir şeydir, amma deməliyəm. Burada qeyd etməmək üçün Object Snap Settings'e gedə bilərsiniz. Elə bu ox işarəsini sıxdıqdan sonra. Burada artıq rahat istədiyinizi qeyd edib söndürə bilərsiniz. Clear All, Select All uyğun olaraq bütün qeyd olunmuşları söndürür. Select All isə hamısını aktiv eləmək üçündür. Daha sonra OK sıxırıq, işimizə davam edelim. Qeyd edeyim bir daha ki, klaviaturada Snap'ı söndürüb yandırmaq üçün F3 düyməsindən istifadə edirik. Yəni diqqətiniz burada olsun. F3'ü indi sıxacam. Söndü. Bir də sıxıram, yandı. Yəni belə Snap Settings buna baxır və çox vacib elementlərdən biridir. Bu dərsimiz bu qədər. Növbəti dərsimizdə Modify pəncərəsində olan funksiyaları araşdıracağıq. Uğurlar olsun. Təşəkkür edirəm. Sağ olun.